Fərman Kərimzadə Azərbaycanlı yazıcı, publisist və Azərbaycan ədəbiyyatında, Azərbaycan kino sənətində tarixi əsərlərin müəllifi. Fərman Kərimzadə. Fərman Kərimzadə İrəvanın keşməkeşlərinin burulğanında dözməyib ürəyi dayanan bir insan. Bugün tarixin bu məqamında, bu yerdə, bu saatda qəhrəman o özüdür. Fərman Kərimzadə 88-ci il hadisələrindən sonra ilk şəhidlərimizdəndir. Qılınc yarasından, güllə yarasından yox, mənəvi yaradan, mənəvi zədədən dünyasını dəyişən şəhidlərimizdən biri hesab edirəm. Çox ağırdır mənə danışmaq. 36 il keçib hələ də mənə çox ağırdır bunu danışmaq. Fərman Kərimzadə erməni vandalizminin, erməni etnik təmizləmə siyasətinin uşaq vaxtından qurbanı olan insanlardan biridir. Fərman İsmailoğlu Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-nin Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İbtidai təhsilinə orada başlayan yazıçı orta məktəbi Azərbaycan SSR-nin Beyləqan rayonunun Şahsevan kəndində bitirib. 1955-1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. İsmailli Beyləqan rayonlarında orta məktəb müəllimi olub. Sonra o Yüksəliş adlı rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, məsul katib işləyib. Moskvada Ümumİttifaq Dövlət Kinematografiya İnstitutunun Senari fakültəsini bitirib. Azərbaycan Dövlət Televiziyası və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, Abşeron, Ədəbiyyat və İncəsənət qəzetinin redaksiyasında şöbə müdürü, ədəbi işçi, Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasında kollegiya üzvü, Ədəbiyyat və İncəsənət qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Şüvəlan Yaradıcılıq evinin direktoru işləyib. Fərman Kərimzadə Çaldıran döyüşü, Xudafərin körpüsü tarixi romanlarının, həmçinin Təbriz namusu. Əsasında Axırıncı Aşırım bədii filmi də çəkilən Qarlı Aşırım, Qoca Qartalın ölümü kimi məşhur əsərlərin müəllifidir. Fərman Kərimzadə 1989-cu ildə qəfil ürək tutmasından vəfat edib. Fərman Kərimzadə 88-ci il odunu köynək kimi canına geyinib, ölümün gözünə dik baxan ziyalılarımızdan biri idi. Yəni, o vaxt üçün həzm olunmayan bir fərman idi. Komünist Partiyasının rejiminin möhkəm vaxtında bu xalqın, millətin ağrısını içində yaşadan, əsərlərində yaşadan, kinoda yaşadan və həm də özü də bunu yaşayaraqdan güllənin qabağına gedən kişilərdən biri idi, ziyalılardan biri idi. Bildiyiniz kimi, həmin deportasiya zamanı Qərbi Azərbaycandan 150 minə yaxın soydaşımız Stalinin fərmanı ilə ata-baba yurdundan deportasiya olundu. Azərbaycanlıların soyqırımı zamanı erməni daşnaq qüvvələrinə qarşı dirəniş göstərmişdilər, mübarizə aparmışdılar. Belə bölgələrdən biri də Vedibasar mahalı idi və Vedibasar mahalı həmin deportasiya zamanı Qərbi Azərbaycanda ilk köçürülən bölgələrimizdən oldu. O cümlədən də Fərman Kərimzadənin doğulduğu Böyük Vedi qəsəbəsi demək olar ki, bütünlüklə Azərbaycanın müxtəlif bölgələrinə köçürüldülər. Mənim atam Fərman Kərimzadənin taleyinə qaçqınlıq həyatı 12 yaşında yazılıbdır. Onlar İrəvandan didərgin düşəndə bu 48-53-cü illərə təsadüf edir ki, həmin dövrdə Stalin rejimi onları oradan köçürdülər. Yəni, bunda köçürülmə demək də olmasın. Çünki atam xatirələri, atamın söhbətlərindən mən bilirdim ki, onları eşelonlara doldururlar insanları. Hara gedəcəklərini bilmirdilər onlar. İnsafsız bir qərar idi ki, dağlıq ərazilərdən, münbit torpaqlardan insanları yaşayış olmayan Azərbaycanın xüsusilə Milmuğan çöllərinə daşıyıb tökürdülər və həm də bu proses elə icra olunurdu ki, həmin bölgələrdə o insanları, deportasiya olunan insanları qarşılamaq üçün heç bir hazırlıq yox idi. Günlərlə onlar eşalonlarda, bilirsiniz, pəncərəsiz, yuxarıdan bir balaca bir pəncərəsi olan bir yerdə, taxta eşalonlarda günlərlə yol gedirlər, yolda qırılanlar olur, ölənlər olur. Hətta arada saxlayıb o meyitləri boş, hətta torpağa tapşırmayıblar. O insanları ilə atırlarmış, gedirlərmiş Rus əskərləri. Və bu da istər-istəməz mənim atamın taleyində böyük rol oynadı. Fərman Kərimzadə ürəyi bu ağır acılara tab gətirə bilməzdi. Yəni, Fərman ürəyi
xalqı, milləti, dövləti sevirdisə də bu ağrıya tab gətirə bilməzdi təbii ki. Fərman Kərimzadə 1948-53-cü il deportasiyaların içindən keçdi və 88-ci il hadisələri onun içindən keçdi, amma yandırdı bunu və öldürdü. Yazıçı olmaq təkcə əlinə qələm alıb yazmaq deyil. Yazıçı olmaq yaşantıları sözə, misraya çevirib yaşatmaqdır. Əgər bu misralar real həyat təcəssümüdürsə, onda Fərman Kərimzadə qələmi ilə, ruhu ilə tam da yazıçının özü idi. Fərman Kərimzadə ağrı acını içindən keçirdən, Azərbaycan ağrılarını ədəbiyyata gətirən yazarlarımızdandır. Onun əsərlərinin hamısında milli faciələrimiz göstərir, milli dərdimiz göstərir. İstər romanlarında, istər publistik yazılarında mütləq Fərman Kərimzadə ya qəhrəmanlarını həmin bölgədən seçir, ya da qəhrəmanlarını həmin bölgədə gəzdirir. Bununla da uşaqlıq yaddaşını kitablara köçürürdü. Onun istər çap olunmamış əsərləri, istər Xudafərin körpüsü, istər Axırıncı Aşıram əsərlərin hamısında milli mənəvi dəyərlərimizin və milli tariximizin güzgüsü demək hesab eləmək olar. Ona görə də Fərman Kərimzadə çox qiymətli adamdır. Ona görə də Fərman Kərimzadə həmişə sevilən adamdır. Və Fərman Kərimzadənin ağrı acısı millətin ağrı acısıdır. Fərman Kərimzadənin dərdi millətin dərdidir və əsərlərində də bunu özünü göstərir. Mən həmişə deyirəm onu, dönə-dönə də bunu təkrar edirəm ki, bu həyatı yaşayan insan mütləq yazıçı olmalıydı. Yəni bu faciələri görən insan, çünki yazıçılıq məhrumiyyətlərdən doğur, yazıçılıq rahat həyatdan doğmur. İnandırım sizi ki, bunlar heç onun gözündə bir kədər vardı da, heç bu yaşadıqları, lap gözəl həyat yaşasa da belə, heç onun gözündəki o kədər çəkilmədi. Çünki həsrət var idi. Qarlı Aşırım, Çaldıran döyüşü, Xudafərin körpüsü tarixi əsərlərinin, Təbriz namusu, Qoca Qartalın ölümü və sair məşhur əsərlərini əlinə qalxan edən yazıçı əsl tarixin bədii vasitələrlə çatdırılmasının çox güclü qalxan olduğunu çox da yaxşı bilirdi. Və bu vasitə ilə o dövrdə heç nəyə baxmayaraq cəsarətlə öz haqq mübarizəsini aparırdı. Sovet dövründə, təbii ki, bu ədəbiyyatda çətin məsələ idi. Sovet dövründə Qərbi Azərbaycan həqiqətlərini bu və ya digər şəkildə yaddaşlara köçürtməyə, xalqa çatdırmağa çalışırdı. Fərman Kərimzadə ayağa qalxıb Rus rejiminə qarşı gedən ilk adamlardan, ilk ziyalılardan biri idi. Vidbasar cəmaatını və o Qərbi Azərbaycandan vəhşiliklə qovulub gələn adamları başına yığıb inandığımız, o vaxt üçün deyirəm ha, inandığımız Kommunist Partiyasının qapısını döyməyə Moskvaya gedəsi olurlar. Və gedir orada, təbii ki, Moskvada daha çox erməniləri dəstək verirdilər. Bir məsələnin şahidi oluruq. Bildiyiniz kimi 1965-ci ildə Ermənistan rəhbərliyi, ermənilər qondarma erməni soyqırımının 1915-ci ildə güya Türkiyə ərazisində onlar soyqırımına məruz qalıblar. 50 illiyi ilə bağlı böyük bir kampaniya apardılar və hətta Moskvaya qədər bu məsələ getdi. İrəvan şəhərində Andrey Qozanyanın heykəlini qoymağa çalışdılar və dövlət səviyyəsində bu 50 illiyi qeyd eləmək istəyəndə o vaxtki Azərbaycanın köhnə, yəni 1918-20-ci illərin bolşevikləri bu prosesin qarşısını almağa nail oldular və heç şübhəsiz ki, o vaxt DTX-da işləyən Ulu Öndər Heydər Əliyevin də bu sahədə böyük xidməti var və Moskvaya Azərbaycandan gedən şikayətlər nəticəsində ermənilərin bu niyyətin qarşısı alındı. Cəmi 2-3 il sonra Fərman Kərimzadə belə bir əsərin həmin daşnaqlara qarşı mübarizə aparan əks cəbhəni, yəni Azərbaycanlıların həmin ermənilərin yubileyini keçirmək istədiyi daşnaqlara qarşı mübarizəsinin qəhrəmanına və onun silahdaşlarına həsr olunmuş əsər ortaya qoydu. Bu, o dövr üçün böyük bir qəhrəmanlıqdır. Yaxşını pisdən ayıraq. Şura hökuməti ilə məninki tutmaz bəy.
Nə elib sənə şura hökuməti? Hələ soruşursan da, mən gördüyümü Allah heç kəsə göstərməsin. Oğlum Yadullanın müsibəti heç belə olmamışdı. Əsərləri içində xüsusi yer tutan, onu tanıdan, onu məşhurlaşdıran məhz onun uşaqlıq yaddaşında və eyni zamanda çevrəsində olan insanlardan, uşaqlıqdan eşitdiyi hadisələri qələmə aldığı Axırıncı Aşırım filmi kimi tanıdığımız Qarlı Aşırım romanı idi. Həmin dövrdə Fərman Kərimzadəyə yaxın adamlar, onun dayısı Xəlil, onun atası İsmail bu proseslərin birbaşa iştirakçısı olublar. Fərman Kərimzadə də bunu uşaqlıqdan hər kəsdən eşidirdi. Ömrü boyu da bu həsrətlə, vətən həsrəti ilə yaşadı. Hətta deyir ki, ağlayırdım, armud ağacımızı istəyirəm, nəyinsin, axırı nənəm hirslənər, nənəm deyir ki, mən də torpağımı istəyirəm, torbaya yığım aparım çiynimdə, nə tərəf. Yəni, insanı, yəni biz bunu sonuncu 88-ci ildə bu bəlaları biz gördük, öz gözümüzlə gördük və o dövr lap çətin idi. 1988-ci il mayın 11-də Vedi rayonunun Şirazlı kəndinə ermənilərin ilk hücumu baş verdi və burada insanlar öldürüldü, evlər yandırıldı və əhali 2 ay Türkiyə sərhədində qalmaq məcburiyyətində oldu. Mən onun yanında olanda orada özü də adamlar vardı, onlarla görüşürdü, tapşırıq verirdi ki, cəmaatı başa salın, çıxmasınlar. Artıq deməli o hadisələr başlamışdı, sadəcə biz bilmirdik bunu. Və 88-ci il başlayanda, hadisələr başlayanda artıq dözmədi. 88-ci ildə dövlət başçısı dəvət elədi atamı İrəvandan cəmaatın köçürməyini ona həvalə eləmişdilər. Yəni o artıq nəzarət edirdi köçlərə, kəndlərin dəyişdirilməsinə. Ona görə bir gün onu evdə tapmaq mümkün deyil idi. Bütün günü yollarda, hətta sonra həmin dövrdə bir qrup nümayəndə heyəti də toplayıb Moskvaya getdi. Dövlət rəsmilərin qəbuluna düşməyə, Qarbaçov onları qəbul eləməmişdi. Rışkovla görüşə bilmişdilər və hətta orada ad da qoymuşlar. Amma o saatı pisatçı, yəni bığlı yazıcı çox tələb edirdi ki, bu hadisələr dayandırılsın, cəmaat yerinə köçkün düşməsin, təzən nədir, bu qırğınlar başlamasın. Onların təhlükəsizliyi üçün heç bir təminat olmadığı üçün bu proses uzanırdı və məhz həmin vaxtı Fərman Kərimzadə yenə insanların içində idi. Milliliyi ilə, xəlqiliyi ilə seçilən yazıçı tarix boyu Azərbaycanın başına gətirilənlərə dözmür və bu situasiyaların, bu hadisələrin hər birinin içində olur, iştirakçı olur, əlindən gələni əsirgəməməyə çalışır. Elə bu qaynar vəziyyətdə, bu situasiyaların içindəcə dünyasını dəyişir. Amma necə? Fərman Kərimzadə öz ellilərinin, qaçqınların qolları arasında canını tapşırıb Bəyim Sarov kəndində. Və orada həkim oğlan vardı, mən onunla söhbət eləmişdim. Deyir ki, gəldi, deyir, rengi qapqara qaralmışdı, deyir. Deyir, mən özümlə də bacara bilmirəm, hökumətlə bacara bilmirəm, mən öləcəm və elə də öldü. 5 uşaqlı ana uşaqlarla gəlmişdi gecəni, kənddə ona yer verməmişdilər. Böyük kənd idi, 2800 əhalisi olan, yəni ev olan bir kənd idi. Deməli, heç kim ona yer verməmişdi qalmağa. Atam da qaydanda, Kərbəcadan qaydanda qadınla şikayətlənir ki, bəs nədir, bəs bilirəm bu işləri sən baxırsan, nəzarət edirsən. Mən gəldim, belə qaldım, uşaqlarımla çöldə qaldım. Atam ona dözmür. Dözə bilmir. Ümumiyyətlə, uşaqlara qarşı olan bir haqsızlıq yox, ən azı bir sərt baxışa dözə bilmirdi bu adam. Dözmür və orada da elə halı dəyişir. Bir neçə salın içində dünyasını dəyişir. Çox az bir müddət. Fərman Kərimzadə nəhəng cüssəli insan olsa da, onun çox kövrək ürəyi var idi. O xüsusilə qaçqınlarla bağlı danışanda, Qərbi Azərbaycanla bağlı danışanda uşaq kimi kövrəlirdi. Və təsadüfi deyil ki, elə
həmin tale ilə də həyatını bitirdi. Atamın bir sözü vardı, həmişə dedi, el içində, öl içində. Həqiqətən də o öz arzusuna çatdı. Evin içində dünyasını dəyişdi. Onun ən böyük arzusu bu idi, elə ona da çatdı. Və bu xalqda həqiqətən öz yazısını böyük dəyərləndirir. Mən bunu atamda görmüşdüm. Azərbaycanın tarixini, Azərbaycanın milli mübarizəsini bizə öz əsərləri ilə yaxından tanıdan Fərman Kərimzadənin ömrünün bu səhifəsini qatlayaraq keçirik. Çünki növbəti səhifənin İrəvanda açılacağına əminik. Elə buna görə də deyirik, ardı var. Bu gün biz Fərmanın arzu elədiyini, Fərmanın görmək istədiklərini biz görə bildik. Xüsusən 44 günlük bu müharibədən sonra, 44 günlük bu zəfər qələbəsindən sonra artıq Fərman Kərimzadənin doğulduğu elimizə yol xəritəsi görünməkdədir. Göyçəmizə, Vedibasarımıza, İrəvanımıza yol görünməkdədir. Bu müharibədən sonra, 44 günlük bu zəfər qələbəsindən sonra artıq Fərman Kərimzadənin doğulduğu elimizə yol xəritəsi görünməkdədir. Göyçəmizə, Vedibasarımıza, İrəvanımıza yol görünməkdədir.